Salam, xoş gördük hər birinizi. Bu gün müasir dövrdə fəlsəfə niyə lazımdır və ya daha konkret desək, müasir dövrdə fəlsəfə ilə həqiqətə çatmaq niyə mümkün deyildir? Yəni bu suallar ətrafında biraz fikir mübadiləsi aparmaq istəyirəm. Tarixən fəlsəfənin üzərinə yüklənilmiş olan əsas mənalardan biri, funksiyalardan biri məhz fəlsəfə vasitəsilə insanın həqiqətə çata bilməsinə olan dərin inamın formalaşdırılması ilə bağlı olmuşdur. Yəni, əgər biz dünyanın real mahiyyətini dərk etmək istəyiriksə, onda biz mütləq şəkildə fəlsəfə ilə məşğul olmalıyıq. Fəlsəfə bu yolda bizi aydınlada bilər və bizi həqiqətə çatdıra bilər. Yəni, belə bir ümumi xarakterli bir dünya görüş mənzərəsi formalaşdırılmışdır və insanların fəlsəfədən gözləntiləri də adətən məhz bu istiqamətdən yola çıxaraq çox böyük olmuşdur. Amma təbii müasir dövrdə elm, texnologiya, ictimai həyatın müxtəlif sferalarının sürətli inkişafı və sair fonunda fəlsəfənin də məna yükü, funksiyaları ondan bizim olan gözləntilərimiz də təbii şəkildə dəyişməyə məhkumdur. İlk öncə qeyd edək ki, ümumiyyətlə fəlsəfənin etimologiyasında həqiqətə çatmaq, yəni bu belə bir məna yükü ehtiva edilməmişdir. Yəni xatırlasaq, yəni fəlsəfə müdriklik haqqında olan bir düşüncə sahəsi, bir intellektual sfera deyildir. Yəni burada biz müdriklikdən bəhs etmirik. Çünki müdriklikdən bəhs etmiş olsaydıq, onda biz əslində fəlsəfə, yəni philosophy yox, sofizm, yəni onun ikinci hissəsindən biz çıxış etməli olardıq. Çünki sofiya, yəni müdrikliyi bildirən kəlmə, anlayış məhz sofiya ilə xarakterizə edilir. Fəlsəfənin etimologiyası ümumiyyətlə müdrikliyə çatmaq istəyi, müdrik olmaq istəyi, müdrikliyə bir maraq, bir istək nümayiş etdirmək, yəni bununla bağlı bir intellektual fəaliyyət sahəsidir. Yəni fəlsəfə əvvəlcədən qeyd etmişdir ki, yəni ümumiyyətlə insanın mütləq həqiqəti əldə etməsi mümkün deyildir. Ən azından bu fəlsəfə vasitəsilə mümkün deyildir. Yəni biz sadəcə müdrik olmağa çalışa bilərik, müdrikliyə maraq göstərə bilərik, mümkün qədər ona yaxınlaşa bilərik, amma tam şəkildə müdrikliyi əldə etmək, yəni dolayısıyla mütləq həqiqəti əldə etmək, belə bir vəziyyətə nail olmaq mümkün deyildir. Ümumiyyətlə, etimoloji cəhətdən fəlsəfənin ilkin funksiyası da məhz bu istiqamətdə meydana çıxmışdır, bu istiqamətdə formalaşdırılmışdır. Amma elmlərin mövcud olmadığı, yəni ayrı-ayrı individual elmlərin mövcud olmadığı və ya elmlərin müasir inkişaf səviyyəsinə çatmadığı bir dövrdə, yəni fəlsəfənin bütün elmləri özündə ehtiva etdiyi bir mərhələdə ola bilsin ki, bizim fəlsəfədən gözləntilərimiz olduqca çox olmuşdur. Əvvəldə qeyd etdiyim kimi, biz fəlsəfə vasitəsilə dünyanın real mahiyyətini, ən dərində, ən alt qatda gizlənən mahiyyətini üzə çıxarmağa çalışa bilərdik, buna ümid edə bilərdik və yaxud biz məhz fəlsəfə vasitəsilə mütləq həqiqətə maksimum yaxınlaşa bilərdik. Yəni bizi mütləq həqiqətə daha çox yaxınlaşdıran bir vasitə varsa, bu məhz fəlsəfə ola bilərdi. Amma müasir dövrdə artıq məsələnin qoyuluşu bir qədər fərqlidir. Yəni biz əvvəldə qeyd etdiyimiz kimi, hətta biz fəlsəfənin etimologiyasında belə onun mütləq həqiqət ilə bağlı olması, mütləq həqiqəti əldə etməyin mümkünlüyünə dair bir şübhələrin, bir skeptik yanaşmanın olmasına dair təsəvvürləri paylaşdıq. Amma müasir elmi dil ilə də biz əgər məsələyə yanaşmalı olsaq, yəni əgər mütləq həqiqəti dərk etmək mümkündürsə, bu
yalnız və yalnız insanın beyni tərəfindən həyata keçirilən bir intellektual fəaliyyət sahəsi ola bilər. Yəni insan beyni bütün data, informasiya, bilik, yəni bunları toplayan, onlar üzərində bir intellektual əməliyyat sistemi keçirən və nəticə etibarilə insanda reallıq duyğusunu formalaşdıran bir mərkəzdir. Bir kognitiv aparat sistemidir. Amma məlum olduğu kimi insan beyni də bu mükəmməl bir aparat sistemi deyildir. İstər kognitiv imkanlar baxımından, yəni biz xüsusilə bu imkanları burada nəzərdə tutmağa çalışırıq. Yəni bu imkanlar baxımından insan beyni mükəmməl aparat sistemi deyildir. Onun da öz məhdud cəhətləri vardır, onun da öz çərçivələri vardır. Və məsələn, sadəcə bir misal qeyd edək, yəni insan beyni bu elmi cəhətdən biz yanaşsaq, məsələn, neuroelm, psixologiya və s. aspektindən biz məsələyə yanaşsaq, yəni insan beynində reallıq duyğusunun yaranması üçün insan beyninə təbii ki, ətraf mühitdən input siqnallar daxil olmalıdır. Yəni biz görən zaman, eşidən zaman, toxunan zaman, dadan zaman, iyi bilmə funksiyasını işə salan zaman bizim davamlı olaraq beynimizə input siqnallar daxil olur. Amma və hər bir input siqnalda müəyyən bir informasiya kodlaşdırılmış olur və beyin həmin kodu açan zaman, həmin şifrəni oxuyan zaman əldə edilmiş olan data, informasiyalar bir yerə cəmləşərək, müxtəlif intellektual əməliyyatlar sistemindən keçərək bizdə son nəticə feedback olaraq reallıq mənzərəsini formalaşdırır. Və bizə elə gəlir ki, bu zaman formalaşan reallığın mənzərəsi bizim beynimizdən kənarda olan reallıq ilə eyniyyət təşkil edir. Əgər eyniyyət təşkil etməsə də ona maksimum dərəcədə yaxınlaşmış olur. Amma hətta elmi cəhətdən biz yanaşmış olsaq belə, insan beynində reallığın tam mənzərəsini formalaşdırmaq üçün kifayət qədər data və informasiya mövcud ola bilməz. Yəni, input siqnallar vasitəsilə gələn məlumatlar, datalar reallığın tam mənzərəsini formalaşdırmaq üçün kifayət etmir. Bu zaman nə baş verir? İnsan beyni arada olan boşluqları subyektiv interpretasiya vasitəsilə doldurmağa başlayır. Yəni insan yarımçıq, natamam reallıq mənzərəsindən çıxış edə bilməz. Yəni insanın mental sistemi, psixikası buna hazır deyildir və bu vəziyyətdən qaçmaq üçün insan beyni insanın hətta fərqində olmasa belə, yəni adətən insan bunun fərqində deyildir təbii ki, həmin boşluqları subyektiv şəkildə dolduraraq insana tam bir reallıq mənzərəsini təqdim edir. İnsan sanki intuitiv olaraq reallıq duyğusunu özündə formalaşdırmış olur. Amma təbii ki, biz elmi cəhətdən yanaşsaq, biz bilirik, yəni bizim beynimizdə formalaşmış olan bu reallığın mənzərəsinin yalnız bir hissəsi, ola bilsin ki, əksər hissəsi bu xarici aləm ilə bağlıdır, yəni oradan gələn input siqnallar ilə bağlıdır, amma heç olmazsa bir hissəsi bu beynin subyektiv interpretasiya, subyektiv şəkildə boşluqları tamamlama prosesi ilə bağlıdır. Dolayısıyla, yəni beyin vasitəsilə bizim mütləq həqiqətə çatmağımız mümkün deyildir. Yəni aparat sisteminin özünün potensialı, özünün imkanları bizi mütləq şəkildə həqiqətə çatdıra bilməz. Biz müəyyən qədər yaxınlaşa bilərik, amma çatmağımız təbii ki, mümkün deyildir. Yəni təbii ki, mən indi bu prosesi, yəni dünyanı anlama, qavrama, tanıma, qiymətləndirmə və s. proseslərin mürəkkəbliyinə enmirəm. Olduqca sadə bir sxematik mənzərə formalaşdırmağa çalışıram. Və bu mənzərə fonunda bizim müzakirə etdiyimiz məsələ fəlsəfənin bizə necə kömək ola bilməsidir. Bir halda ki, insan beyni mükəmməl deyildir, bir halda ki, insan beyninin öz çərçivəsi, öz məhdudiyyətləri vardır. Deməli, biz yalnız nisbi həqiqətdən danışa bilərik.
İndi nisbi həqiqətə çatmaq üçün, yəni biz fəlsəfədən çıxış edərək nə qədər əlverişli bir durumda ola bilərik, nə qədər əlverişli bir vəziyyətdə ola bilərik. Yəni fəlsəfə vasitəsilə biz hətta beynin məhdudiyyətlərinə baxmayaraq mütləq həqiqətə maksimum yaxınlaşa bilərik yoxsa yox. Və müasir dövrdə bu sualın qoyuluşu adətən skeptik bir yanaşmanı özündə ehtiva edir. Çünki artıq bizim fəlsəfə ilə paralel dünyaya bir elmi yanaşmamız da vardır. Elmin də bizə təqdim etdiyi datalar, informasiyalar, biliklər vardır. Və bir çox hallarda, yəni reallığın mahiyyətinə dair bizə fəlsəfə vasitəsilə ənənəvi fəlsəfə vasitəsilə ötürülmüş olan data, informasiya və biliklər ilə elmin bu qəbildən olan elementləri arasında ciddi bir ziddiyyətlər mövcud ola bilir. Yəni əslində elmin inkişafı, yəni bu xüsusilə 17 və 18-ci əsrlərdən etibarən ayrı-ayrı elmlərin sürətli inkişafı onların fəlsəfədən, təbiətşünaslıq fəlsəfəsindən ayrılması ilə paralel həm də onların bir çox hallarda əvvəlki fəlsəfi dünya görüş sistemini, fəlsəfənin təqdim etdiyi biliklər sisteminin ləğv edilməsi, inkar edilməsi ilə xarakterizə edilir. Məsələn, əgər biz antik fəlsəfəyə baxarıqsa, antik fəlsəfədə yalnız bir misal üzərindən izah edək. Məsələn, bərk cisimlərin hansı səbəbdən yer tərəfindən cəzb edilməsinin izahı təqribən belə şəkildə irəli sürülürdü, belə bir şəkildə təsəvvür edilirdi. Yəni, hər bir bərk cismin tərkibində ilkin element olaraq bu torpaq elementidir. Yəni, 5 elementdən biz çıxış etsək, od, su, hava, torpaq və efir. Onlardan torpaq hər bir bərk cismin ilkin elementi olaraq nəzərə alınır. Və yer, yəni bu da torpaq elementidir və torpaq elementlər bir-birini cəzb edir. Ona görə biz bərk cismi, deyək ki, əlimizdən buraxarıqsa, hər hansı bir bərk cismi əlimizdən buraxarıqsa, o mütləq şəkildə yerə düşmüş olar. Məsələn, havaya qalxmış olmaz. Amma bunun əksinə olaraq hava şarı təbii ki, havaya qalxır, yerə düşmür. Və bunun da izahı bundan ibarət idi ki, hava şarının da tərkibində olan hava elementi ilə havanın özünün elementi, hava elementi bir-birini cəzb edir. Buna görə də hava şarı, məsələn, havaya qalxır. Yəni, antik fəlsəfədə, yəni qədim Yunan fəlsəfəsində məsələnin təqribi izahı bundan ibarət idi. Yəni, onların maddi sistemin, maddi gerçəkliyin mahiyyətinə dair irəli sürdükləri bir təbii elmi mənzərə, məsələn, bu aspektdən bu şəkildə çox bəsit şəkildə olsa da izah edilə bilər. Amma təbii müasir dövrdə əgər biz elmdən danışırıqsa, bu qəbildən olan izahatlar, bu qəbildən olan təbii elmi mənzərə heç bir halda qanedici deyildir. Yəni, bir bu aspektdən biz çıxış edəndə, yəni antik fəlsəfənin, məsələn, qeyd etdiyimiz nümunədə niyə bərk cisimlərin yer tərəfindən cəzb edilməsi, amma məsələn, hava şarının havaya qalxması qəbildən olan izahatlar avtomatik olaraq inkar edilir, avtomatik olaraq təkzib edilir. Deməli, başqa sözlə, yəni biz əgər yalnız bu fərdi nümunədən çıxış etməsək, yəni məsələni biraz da ümumiləşdirsək, deməli, yalnız fəlsəfə vasitəsilə biz hətta mütləq həqiqətə nail olmasaq belə ona maksimum dərəcədə yaxınlaşa bilmərik. Ümumiyyətlə, fəlsəfənin funksiyası, müasir dövrdə fəlsəfənin funksiyası bu həqiqət axtarışı ola bilməz. Biz əgər həqiqətə yaxınlaşmaq istəyiriksə, bu yalnız elm vasitəsilə mümkündür. Məsələn, insanın əgər psixikasını öyrənmək istəyiriksə, mental vəziyyətini öyrənmək istəyiriksə, biz təbii fəlsəfə ilə deyil, psixologiya ilə məşğul olmalıyıq. Əgər biz maddi sistemin, məsələn, elementar hissəciklər səviyyəsində materiyanın araşdırılması ilə məşğul olmaq istəyiriksə, təbii biz fizika ilə məşğul olmalıyıq. Canlı aləmi öyrənmək istəsək, biz biologiya ilə məşğul olmalıyıq və s. Yəni, fəlsəfə vasitəsilə biz heç bir halda nə materiya, nə insan psixikası, nə canlı aləm, nə sosial sistem və s. ilə bağlı
biz heç bir halda həqiqətə elmdən daha çox yaxınlaşa bilmərik. Deməli, əgər biz bu aspektdən çıxış edəriksə, onda fəlsəfə bizə niyə lazımdır? Yəni bir halda ki, mən canlı aləmi öyrənmək üçün biologiyanı öyrənirəmsə, materiyanı araşdırmaq üçün fizikaya müraciət edirəmsə, insanın mental sistemini araşdırmaq üçün psixologiya mənə lazımdırsa, əgər effektiv bir sosial idarəetmə sistemi qurmaq istəyirəmsə, mən sosiologiyanı öyrənməliyəmsə və s. Onda fəlsəfə bizə niyə lazımdır? Yəni sualın qoyuluşu, yəni bu kontekstdə bu şəkildədir. Deməli, xüsusilə Amerikan və Böyük Britaniya fəlsəfəsi, yəni analitik fəlsəfədə artıq fəlsəfənin funksiyası, fəlsəfənin məqsədi bu həqiqət axtarışı olaraq qəbul edilmir. Fəlsəfə sadəcə bizim intellektual fəaliyyət zamanı irəli sürmüş olduğumuz anlayışların dəqiqliyinə nəzarət edir. Məsələn, elmin özü də bu intellektual fəaliyyət sahəsidir. Biz həmin intellektual fəaliyyət sahəsində müxtəlif anlayışlardan istifadə edirik. Həmin anlayışların həcmi, həmin anlayışların məzmunu, həmin anlayışların həcmi ilə məzmun arasında əlaqələr sistemi, intellektual fəaliyyət prosesində anlayışların həcminin və məzmununun dəqiqliyinin qorunub saxlanması və s. Yəni bu problematika birbaşa olaraq artıq fəlsəfənin araşdırdığı, fəlsəfənin öyrəndiyi problemlər çoxluğuna daxildir. Təbii biz burada yalnız anlayışlar ilə məhdudlaşmırıq. Məsələn, irəli sürülən müxtəlif fikirlər, mülahizələr arasında məntiqi ardıcıllıq sistemi, yəni mən bir mülahizədən digərinə necə keçə bilərəm və yaxud bir mülahizədən digər mülahizənin məntiqi olaraq çıxarılması, məntiqi nəticə olaraq çıxarılması necə mümkündür və s. Yəni bu problemlər də digər bir aspektdən müasir dövrdə fəlsəfənin araşdırdığı, fəlsəfənin öyrəndiyi problemlər çoxluğuna daxildir. Başqa sözlə, analitik fəlsəfədə, yəni bu xüsusilə Amerikan və Böyük Britaniya ənənəsidir. Həmin analitik fəlsəfədə fəlsəfə artıq həqiqət axtarışı olaraq qəbul edilmir. Fəlsəfə daha çox lingvistik və məntiqi analiz, yəni irəli sürülən fikrin lingvistik məntiqi analizi üzərində həyata keçirilən, analizi üzərində qurulan bir intellektual fəaliyyət olaraq qəbul edilir. Yəni, bugündən izah etmək istədiyim, bugündən müzakirə etmək istədiyim bunlardan ibarətdir. Yəni, suallarınız olarsa ünvanlaya bilərsiniz. Amma istənilən halda, yəni yekun olaraq biz yadda saxlayaq. Yəni, əgər biz desək fəlsəfə həqiqət axtarışındadır və yaxud fəlsəfə həqiqət axtarışında olan bir intellektual fəaliyyət sahəsidir. Yəni, bu heç də bütün fəlsəfi məktəblər, fəlsəfi ənənələr tərəfindən qəbul edilən fikir olmayacaq. Ən azından, yəni müasir dövrdə xüsusilə populyar olan, yəni bir çox universitetlərdə, ali tədris mərkəzlərində aparıcı bir fəlsəfi məktəb kimi qəbul edilən analitik fəlsəfədə artıq fəlsəfə həqiqət axtarışında olan bir intellektual fəaliyyət sahəsi deyildir. Daha çox lingvistik məntiqi analiz, irəli sürülən fikirlərin lingvistik məntiqi analizi ilə məşğul olan bir intellektual fəaliyyət sahəsidir. Amma siz əgər həqiqətə yaxınlaşmaq istəyirsinizsə, deməli, həmin deyək ki, məntiqi lingvistik analizdən başqa mütləq şəkildə həmin istiqamətdə zəruri olan elm və bir neçə elmlər ilə məşğul olmalısınız. Yəni belə, diqqətinizə görə minnətdaram. Hələlik.